Hər vaxtınız xeyir. Keçən dərs Windows əməliyyat sistemimizin ilk başlanğıc hissəsindən danışdıq. İndi isə onun ardı olaraq dosyalarla işləmək və eyni formada File Explorer sistemini başa düşməyə çalışacağıq. İlk əvvəl gəlib File Explorerə daxil oluruq. File Explorerə daxil olmaq üçün fərqli formalara daxil ola bilərik. Misal üçün sizlərdən taskbarda bu formada bura pinlənibsə buradan daxil ola bilərsiniz və ya start bölməmizdən File Explorer türkçəsi dosya gezgini daxil olduq. Burada belə bir sistemlə qarşılaşırıq. Dosyalama sistemi. Bu nədir? Fərz edin ki, bu bizim datamızı, yəni yaddaşımızın bir növ göstəricisidir. Və bu da bu formada burada kateqoriyalara bölünüb. Yəni bizə göstərir ki, biz dosyanı rahat formada haradan necə tapa bilərik. Windows'umuzun əvvəlində olduğu kimi, burada da funksiyalar təqribən bənzərdir. İlk əvvəl başlayalım biz dosyamızı yaratmaq. Bizim Windows ekranımızda olduğu kimi, burada da gəlib hər hansı bir dosyanı yarada bilirəm. Gəldim boş ekranımıza sağ düyməyə toxunuram. Burada gəlib Windows'umuzun əməliyyat sistemimizdə olduğu kimi New bölməsində baxın folderə toxunub yeni bir dosyamı yarattım. Və yeni bir dosyamı yarattımsa, deməli yenə də bu dosyanın üzərində müəyyən parametrləri yerinə yetirə bilərəm. Yəni adını dəyişə, silə və ya fərqli funksiyalardan istifadə edə bilərəm. İlk əvvəl Windows'umuzda öyrəndiyimiz kimi yenidən gəlirik bura. Baxın, o yenə ilk addım kimi üzərinə 2 dəfə toxunduqda ad dəyişmə funksiyamız yenidən aktiv olur. Və ya seçdikdən sonra üzərində sağ düyməyə toxunduqda burada eyni funksiyalarımız yenidən aktiv olur. Yəni rename'imiz və ya silmək funksiyamız. Rename'ə toxunsam, əlbəttə silə bilərəm. Yenə həmin istisnalarımızı yaza bilmərik. Eyni formada bunları da. Fərqli formada yenə alt enterimiz işləyir. Yenə biz buradan sağ düymə ilə xüsusiyyətlər bölməsinə daxil ola bilirik. Buradan da adını dəyişə bilərik. Yenə eyni formada sağ düymə ilə biz bunu buradan silə və ya dosyanı seçdikdən sonra yuxarı hissədən, yuxarı panelimizdən dosyanı silə və ya Shift Delete ilə birbaşa silə bilərik. Delete ilə Shift Delete'in fərqi yenə dediyim kimi Delete ilə sildikdə trail spinə, yəni çöp qutusuna düşür, oradan sonra yenidən geri qaytıra bilirik. Amma Shift Delete ilə sildikdə isə bu dosyanın geri dönüşü olmur. Gəlib bir neçə dosya daha yaradıram. Gəldim sağ düyməyə toxunuram. New bölməsindən gəlib folderlərimi yaradıram. Hətta 5 folder yaradım, daha yaxşı olar. Bu 4 və birini də yaradım. 5-ci folderimdə yaradım. İndi dedik ki, biz dosyanı seçirik və seçdiyimiz dosyanın üzərində müəyyən parametrləri yerinə gətirə bilirik. Eyni formada biz bəzən lazım olur ki, müəyyən kateqoriyalardan müəyyən kateqoriyalara dosya transfer edək. Yəni, desktopumuzda olan hər hansı bir dosyanı və ya faylı və ya qovluğu digər bir kateqoriyaya gətirək. Misal üçün, picture kateqoriyasına gətirək və ya desktopda olan new folder 3 qovluğunu gətirmək istəyirik picture. Bunu etməyin bir neçə üsulu var. İlk əvvəl başlayırıq biz kopyalama üsuluna. Kopyalama üsulu nədir? Biz dosyanı kopyaladığımız zaman dosya özü var olan qovluğunda qalmaq şərti ilə biz bir növ onun kopyasını yaradırıq. Və kopya bizim RAM-mızda saxlanılır. Avtomatik olaraq mən hara yerləşdirmək istədiyimi seçdikdən sonra dosyanı yapışdırmaq funksiyasından istifadə edirəm. Yaxşı, bəs biz dosyanı necə kopyalayırıq və necə yapışdırırıq? Dosyanı seçdikdən sonra baxın, yuxarı hissədə, yuxarı paneldə belə bir copy bölməmiz var. Zaten biz adından da məlumdur. Copy bölməsinə toxunuram, picture bölməsinə gəlirəm və artıq paste etməliyim, yəni yapışdırmalıyım. Paste etmək üçün isə baxın, belə bir funksiyamız var. Zaten üzərində adını yazır. Paste toxundum və avtomatik olaraq dosyamız bura gəldi. Bəs bunu götürdüyümüz hissədə qaldı mı? Yoxlayıram. Baxın, new folder həm də burada qaldı. Yaxşı, bəs yuxarı paneldən istifadə etmədən başqa necə edə bilərik? Əməliyyatı geri aldım. Yuxarı paneldən istifadə etmədən, baxın, copy sözünün başlanğıc C hərfidir. Gəlib əgər mən klaviaturamla Ctrl-C edərsəm və gəlib pixellərdə
paste etmək üçün Ctrl+V funksiyasından istifadə edərsəm, dosyam avtomatik olaraq bura kopyalanacaq. Yaxşı, bəs biz dosyanı istəyirik ki, buradan götürəyin, gəlib picture bölməsinə yapışdıraq. Amma desktopda qalmamaq şərtilə. Bu zaman isə biz dosyanı kəsməkdən istifadə edirik. Yəni kəsmək nədir? Buradan götürürük, biz onu istədiyimiz qovluğa yerləşdiririk. Üzərinə gəldim, baxın burada qayçı işarəsi. Qayçıya toxunduqdan sonra, yəni cut etdikdən sonra picture gəlib paste etməmiz yetərli olacaqdır. Artıq desktop bölməmizdə həmin qovluq olmayacaq. Əməliyyatı geri alıram, gəldim yenə bu. Bəs bunun klaviaturdan qısa yolu nədir? Üzərinə toxundum, dosyanı seçdikdən sonra Ctrl+X etməyim kifayətdir. Baxın, zaten ikonun şəffaflaşmağından funksiyanın işlədiyini başa düşə bilərik. Picture-yə gəldim və Ctrl+V edərsəm, avtomatik olaraq bu buraya belə paste olunacaq və desktopdan qaldırılmaq şərti ilə. Ctrl+Z verib əməliyyatı geri aldım. Bəs biz eyni anda bir neçə dosyanı seçmək üçün nə edə bilərik? Bilirik ki, misal üçün biz dosyanın birini seçdikdə, digər dosyanı seçmək istədikdə ilk seçdiyimiz dosya deaktiv olur. Misal üçün, hal-hazırda folder 3 seçmişəm, folder 2-ni seçmək istəsəm, folder 3 deaktiv olacaq. Eyni dosyanı seçmək üçün fərqli üsullardan istifadə edə bilərik. Sağ boş hissəyə gəlib, sol düyməni vurub saxlayıb, bu formada bildiyimiz üsuldan seçə bilərik. Və ya ilk və ya hər hansı bir dosyanı seçdikdən sonra Shift düyməsinə toxunduqdan sonra klaviaturumuzda olan ox düymələri ilə yuxarı və ya aşağı seçə bilərik. Və ya ən çox lazım olan üsullardan biri isə fərqli mövqelərdə olan dosyaları necə seçə bilərik. Yəni, mən gəlib folder 2-ni, ardınca folder 4-ü seçmək istəsəm, 3 bizə lazım deyil, nə etməliyəm? Misal üçün, baxsaq ki, burada folder 2-ni bu formada seçsəm, folder 3 də seçmiş olur. Amma məndən 2 və 4 lazımdır. Hər hansı bir dosyanı seçdikdən və ya seçməmizdən əvvəl Ctrl-a vurub saxlayıram. Ardınca Ctrl-dan buraxmamaq şərti ilə dosyaları seçməyə başlayıram. Dosyaları seçdikdən sonra artıq əlimi klaviaturdan qaldıra bilərəm. Görürəm ki, fərqli mövqelərdə olan dosyalarımız seçildi. Kəsmək üçün nə edirdik? Ctrl+X. Kəsdim. Picture-yə gəlirəm. Yapışdırmaq istəsəm Ctrl+V ilə yapışdırıram. Biz bəzən olur ki, əməliyyatlar edirik və əməliyyatları səhvən etmiş oluruq. Əməliyyatları geri çağırmaq üçün, geri aparmaq üçün biz Ctrl+Z-dən istifadə edirik. Ctrl+Z hərfindən. Ctrl+Z ilə əməliyyatı geri aldım. Bəs geri alınan əməliyyatı yenidən iptal etmək üçün, yəni irəli qaytarmaq üçün Ctrl+Y hərfindən istifadə edirik. Deməli, Ctrl+Z əməliyyatı geri alır, Ctrl+Y irəli verir. Ctrl+Z ilə yenidən əməliyyatı geri alıram. Yaxşı, bəs biz qovluğumuzda olan bütün faylları seçmək üçün nə etməliyik? Qovluğumuzda olan bütün faylları seçmək üçün Ctrl+A-dan istifadə edirik. İngiliscədə all sözündə. Ctrl+A toxunduqda baxın, bütün dosyalarımız seçilmiş oldu. Misal üçün, gəlib burada bir neçə dosya yaradıram. New bölməsi, folder, new bölməsi, folder. Hətta belə bir əziyyət çəkmədən gəlib dosyanı kopyalayıb bura yenidən yapışdırıram. Biz bütün dosyalarımızı fərqli bir qovluğa aparmaq istəsək, misal üçün, burada bir all qovluğu yaradıram. Bütün dosyalarımı seçib all qovluğuna yerləşdirmək istəyirəm. Dosyalarımızı fərqli formatlar seçə bilərəm. Hal-hazırda istifadə edəcəyim üsul Shift aşağı ox işarəsi. Bu hissədə bütün dosyaları seçdim. İstəyirəm ki, bu dosyalarımı buradan götürüm və all qovluğunun içinə daxil edim. Fərqli üsullardan biri də odur ki, sol düyməni vurub saxlayıram və bu formada baxın, artıq işarəsinə də məlumdur ki, 8 qovluğum var burada. All qovluğunun içinə əlavə edə bilərəm və ya Ctrl+Z ilə geri alıram. Dosyalarımı yenidən seçirəm və ya Ctrl+X ilə kəsib all qovluğuna daxil olub buraya paste edə bilərəm Ctrl+V ilə. Bugün sizinlə File Explorer-də sadə əməliyyatlardan danışdıq. Dosyanı kopyalamaq Ctrl+C, dosyanı yapışdırmaq Ctrl+V, bütün dosyaları seçmək Ctrl+A, dosyanı kəsmək Ctrl+X, əməliyyatı geri almaq Ctrl+Z, əməliyyatı irəli vermək Ctrl+Y, yəni Y hərfi. Artıq gələn dərsimizdə biz settings ayarlarından danışacağıq.